Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hal-hazırda alma bağındayıq. Qusar rayonu ərazisidir. Gördüyünüz bax bu alma çeşidi də Storinared çeşididir. Görün nə gözəl rəng alıb. Bu artıq Storinared çeşidinin maksimum rəngi sayılır. Yəni bu cür bax bu rəngdə olur və çox keyfiyyətli, çox dadlı, gözəl alma çeşididir. Tonajı da qəşəngdir, qalıcılığı da çox gözəl almadır. Və həmçinin də bazarda, yəni alıcılıq qabiliyyəti də, yəni bazarda da çox yaxşı işləyir. Yəni tələbat var bu alma çeşidinə. Keçən dəfə Storinared haqqında bizim kanalımızda video olmuşdur. Lakin orada o vaxtı, yəni Storinared, yəni harca 20 gün bundan qabaq çəkilmiş video idi. Orada tam yetişməmişdi, rəng almamışdı. Və hal-hazırda isə bax görürsünüz, necə də gözəl rəng alıb. Maşallah olsun. Bax bu cür tünd rəngli rəng alıb. Tünd, qırmızı, hətta bordovu demək olar da, bordovu rəng alıb. Bax bu cür dəyərli izləyicilər. Yəni bildiyim qədər alma çeşidləri arasında hal-hazırda, yəni gələcəkdə necə olacaq bunu biz deyə bilmərik. Hal-hazırda son illərdə ən aktual alma çeşidlərindəndir. Yəni ən çox tələb olunan, ən yaxşı qiymətə işləyən alma çeşidlərindəndir. Baxın, kalibri də çox gözəldir. Və əsas üstünlükləri də dəyərli izləyicilər, bu almanın baxın, rənginin gözəl olmasıdır. Bu düzdür, bu hal-hazırda dərdiyim alma tam rəng almayıb. Amma yəni rənginin gözəl olması, sonra tonajı, kalibri və bir də qalıcılığı çox mühüm rol oynayır. Yəni çox gözəl uzun müddətli, yəni qalıcılığa malikdir. Hal-hazırda gördüyünüz bağ isə 5-ci yarpaqdır və qala çeşidi tozlayıcı kimi əkilib. Bax bu cür gözəl nəticə. Baxın almanın gözəlliyinə fikir verin.